Salam dostlar. Azərbaycan futbolundan çox danışırıq, amma hərdən bir fikirləşirəm ki, bizim elə bir simvolumuz, ulduzumuz varmı ki, onun adını çəkəndə bütün dünya desin ki, hə, bax budur Azərbaycan futbolu. Bizim olimpiya çempionumuz var. Igor Ponomaryov SSR yığma komandasının heyətində. Vaxtilə Diego Maradona oynayan Argentina komandasının qapısına qol vurub. Bizim Avropanın çempionatının ikinci yeri tutan, əlbəttə SSR yığma komandasından gedir söhbət, Anatoli Banişevskimiz var. Bizim Milanın qapısına 4 qol özdə İtaliyada vuran Ələkbər Məmmədovumuz var. Azərbaycan çempionları tarixində ən çox, ondan artıq titulu olan Mahmud Qurbanov var. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən Rəşad Sadıqov var və düzdür, o futbolçu kimi götürmürük onu. Düzdür, futbolçu kimi də məşhur olub, amma məşqçi kimi bir nömrə olan Qurban Qurbanov. İndi siz deyin, Azərbaycan futbolunun simvolu, ulduzu kimdir?